şəkilçi ilə yaranır? Öncə şəkilçisi. Kərpiçkəsən kişinin dastanlar sərinin müəllifi kimdir? Nizami Gəncəvi. Sonar samitlər hansılardır? Düzdür. Soyuq su həqiqi mənadadır, yoxsa məcazi? Düzdür. 4 cür yazılan şəkilçilərin tərkibində hansı saytlar iştirak edir? Düzdür. Bədii ədəbiyyatın növləri hansılardır? Yazılı və şifahi. Leksik məna nədir? Sözün ifadə etdiyi birbaşa məna düzgündür. Səadət sözü hansı nitq hissəsidir? İsim, düzdür. İstəyir fiili hansı zamandadır? İstəyir fiili hansı zamandadır? Düzdür. Qara torpaq və sarı qızıl əsəri hansı janrdadır? Düzdür. Nida cümləsinin sonunda hansı durğu şarjı qoyulur? Düz. İçəri zərfin hansı məna növündədir? İçəri yer. Düz. Bir neçə sayın hansı məna növündədir? Gelməklə. Düzdür. İsmin halları hansılardır? İsim halları yəli, yönlü, təsirli, yeri çıxışlı. Adlı qaldı. Düzdür. Q hərfi hansı səsləri ifadə edir? Q, K, G, X. Düzdür. Feili bağlamanın zərfə aid xüsusiyyətləri hansılardır? Hərəkət aid olur. Nə vaxt, niyə, necə suallarına cavab verir. Düzdür. Miqdar sayının növləri hansılardır? Miqdar sıra sayı, yox, kəsir, müəyyən, qeyri-müəyyən. Düzdür. Zərfin neçə məna növü var? Zərfi 4. Düzdür. Körpəcə sifətin hansı dərəcəsindədir? Körpəcə, çoxaltma. Düzdür. La ilə nə şəkilçisidir? Cəm. Düzdür. Firuzə Qaşlı Xəncər əsəri hansı janrdadır? Hekayə. Düzdür. Yarpaq konkret yoxsa mücərrəd isimdir? Konkret. Düzdür. Tüz göz sifətin hansı dərəcəsindədir? Çoxaltma. Düzdür. Əsas nitq hissələri hansılardır? İsim, sifət, sərfi, zərf. Düzdür. Feilin neçə zamanı var? Feilin 3. Düzdür. Antonimlər nədir? Əks məna sözü. Düzdür. Balıq sözünün tərkibində hansı necə saatlər işlənir? Qalıb. Düzdür. 5,3 sayın hansı məna növündədir? Say. Sayın hansı Kəsir. Düzdür. 2 cür yazılan şəkilçilərin tərkibində hansı saatlər iştirak edir? Düzdür. Püstə ağacı hekayəsinin müəllifi kimdir? Püstə ağacı Maksud İbrahim. Düzdür. Bütün əvəzliyin hansı məna növüdür? Qeyri-müəyyən. Səhvdir, təyini. Təəssüf ki, əsas nitq hissəsidir, yoxsa köməkçi? Köməkçi. Düzdür. Əks mənalı sözlərin birləşməsi ilə yanına mürəkkəb sözlər necə yazılır? Defislə. Düzdür. Nidanın funksiyası nədir? Mənbə hiss və həyəcan bilir. Düzdür. Mürəkkəb sayılar necə yazılır? Mürəkkəb sayılar, defislər, ayrı. Düzdür. İnkar şəkilçisi hansıdır? Manə. Qapalı saytlar, düzdür. Qapalı saytlar hansılardır? Düzdür. Gedib feilin hansı zamanındadır? Keçmiş. Düzdür. Qonaqlarınız sözündə hansı şəkilçilər işlənir? Varımız, mənsubiyyət, bir də cəm. Düzdür. Filan əvəzliyin hansı məna növündədir? Təyini. Düzdür. Xüsusi isimlərin ilk hərfi necə yazılır? Böyük. Düzdür. Yam-yaşıl sifətin hansı dərəcəsindədir? Çox. Düzdür. Heç nə əvəzliyin hansı məna növündədir? Heç nə... Has. Qeyri-müəyyən. Dənizçilik hansı nitq hissəsidir? Təsvir, isim. Düzdür. Qaçaqaç ismi quruluşu necədir? İsmi mürəkkəb. Düzdür. Feilin keçmiş zamanı şəkilçiləri hansılardır? Keçmiş, duydu. Sifətin digər nitq hissələrində olmayan xüsusiyyəti nədir? Ayrı dərəcələr. Düzdür. Hava açıldı cümləsində hava sözü hansı nitq hissəsidir? İsim. Düzdür. Yazacaq harfili neçənci şəxsdədir? Yazacağam. Yazacağam. Birinci şəxs təşkil. Düzdür. Baxacaq feili hansı zamandadır? Zamanları gələcək. Düzdür. Qandan ismin hansı halının şəkilçisidir? Qandan ismin hansı halının şəkilçisidir? Pas. Şaşlıq halının. Alaçı sifətin hansı dərəcəsindədir? Adi. Səhvdir, azaltma dərəcəsi. Feili sifətin sifətə aid xüsusiyyətləri hansılardır? Pas. Ədatın funksiyası nədir? Ədat sözün qüvvətini artırır. Düzdür. Püstə ağacı hekayəsində hansı müharibədən danışılır? Xocalı. Səhvdir, 2-ci Dünya müharibəsindən. Hansı kar samiti cingiltili qarşılığı yoxdur? Ha. Düzdür. Hələlik zərfin hansı məna növündədir? Hələlik
zərfin hansı zaman? Düzdür. Tün xasiyyət sifətin hansı dərəcəsindədir? Sifətin tüm xasiyyət çoxaltma. Səhvdir, adi. Şəxs əvəzlikləri hansı nitq hissəsini əvəz edir? Şəxs əvəzlikləri hansı isim? Düzdür. Sinonimlər nədir? Yaxından olan sözlər. Düzdür. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər necə yazılır? Tekstdə. Düzdür. Asta-asta zərfi quruluşca necədir? Kim? Asta-asta zərfi quruluşca necədir? Quruluşsa mürəkkəb. Düzdür. Ö açıq saytdır yoxsa qapalı? Qapalı. Səhvdir, açıq. Xeyli düşündüm cümləsində xeyli hansı nitq hissəsidir? Xeyli say. Səhvdir, zərf. İşarə əvəzlikləri hansılardır? Bu, o, Həmin, elə, düzdür. Qrammatik məna nədir? dramatik mana, pas, Sözün hansı nitq hissəsinə aid olması sualı. Yetim İbrahimin nağılı yazılı ədəbiyyata aiddir yoxsa şifahi? yazdı. Səhvdir, şifahi. Dodaqlanmayan saitlər hansılardır? Dodaqlanmayan saatlər, i, ü, a, sonra, Düzdür. Gözləyirdik fiili neçənci şəxsdədir? gözləyirik, birinci şəxsin cəmi. Düzdür.